salam. Sizi yeni bir videomdan, yeni kanalımdan salamlayıram. Yeni bir videomdan sizlərin görüşünə gəlmişəm qızlar. Sizlərin dəstəyinizə ehtiyacım var. Hər birinizin mənim kanalıma dəstək olmanızı xahiş edirəm. Əziz izləyicilərim, yenə sizin dəstəyinizlə mən kanalımı yenidən bərpa etmək istəyirəm. Yenə o abunəliyimi tamamlamaq istəyirəm. Sizin dəstəyinizlə sevə-sevə videolar çəkib paylaşmaq istəyirəm. Yenə o həvəslə yeni bir videolara qayıtdım yeni bir kanalımda qızlar. Belə bir dekor vurmuşdum. 4 ədəd şamdanlıqdır. Bir qozası düşmüşdü. Yapışdırdım qızlar, çox gözəldir. Yəni 4 ədəd də şam alacağım qızlı. Bir dekor kimi, yəni süfrəyə qoymağa. Uşaqlar belə bir qolbaq istəmişdilər. Böyük oğlum gümüşü rəngini, balaca isə qara rəngini. Bunu isə xalam sifariş vermişdi qızlar. İp yəni toxumaq üçündür. Şərif, papaq belə toxumaq üçündür. O həvəslidir. Gözəl əl qabiliyyəti var. Çox gözəl, yəni şəriflər, papaqlar, adyallar toxuyur. Əlinə qüvvət. Çox gözəl, yəni əl qabiliyyəti var. Onun üçün sifariş vermişdik. Mənim belə başım çıxartmır. Elə də bir yəni qabiliyyətim yoxdur, bilmirəm. Yəni o özü bilir deyən, özü də dedi ki, yaxşıdır, razı qaldı. Yəni içərisində iynəsi, belə yəni alətləri var. Yəni necə deyim, yəni toxumağı Hasan toxudu. Dedi, razı qaldım. Mən başım çıxmadığı üçün, yəni heç nə deyə bilmərəm ki, yaxşıdır, ya necədir. Çünki o dedi ki, yaxşıdır. Onun dediyini deyirəm ki, deyir yaxşıdır. Yəni almağa dəyər. Bacarığı olanlar sizlər də alıb, yəni toxuya bilərsiniz. Belə bir zivir qabı almışam qızlar. Yəni mətbəx mebelinin üzərinə taxmağa. Deyim, elə rahat gəldi mənə. Xeyr, rahat gəlmədi. Biraz narahatdır. Amma yəni yaxşıdır, pis deyil. Bu hissəsinə salafan keçirdirik. Salafan paketləri yəni qoymaq üçündür. İstəyəndə açılır, istəyəndə isə yığılır. Belə bir sumka vurmuşuq qızlar. Deyim, o qədər də belə keyfiyyətlidir. Amma belə pis deyil. Yəni vurduğumuz məbləğinə görə pis deyil. Yaxşıdır. Düzdür, elə qalın deyil, amma nazikdir. Amma pis də deyil. Yəni məbləği də elə bir böyük məbləğ də deyildi. Amma yəni qiymətinə görə uyğundur. Belə qızlar. Nə ilə yəni belə keyfiyyətli deyil, nə də elə keyfiyyətsiz deyil. Qara lak çantaydı. Belə bir 2 ədəd ruçka vurmuşduq. O da yaxşı gəldi. Yazmağı da yaxşıdır. Yəni razı qaldıq. Demək olar ki, bu karqomdan razıyam. Yəni heç bir narazılığım yoxdur. Yaxşı da gəlmişdi. Razı qaldım. 25 dənəli lavanda, yəni otaq ətirləndiricidir. İndi saymadım qızlar, 25 gəlib, gəlməyib, amma yəni iyisi yaxşı idi. Belə şəffaf kabro, bu da razı qaldıq, yaxşı idi. Amma bir kabromuz qızlar düzgün gəlməyib, onu da qaytararam, yenidən təzdən vuraram. Yəni ola bilər, bilmirəm, bəlkə mən səhv vurmuşam, amma mən baxıram ki, düz vurmuşam. Yəqin oradan səhv göndəriblər. Ola bilər. Belə bir qaş teni vurmuşam qızlar. Mənim əvvəl işlətdiyim yəni ikili idi. Xeyli vaxtı çoxdan da almışam, amma çox yaxşı idi. Razı qalmışdım. İndi isə gördüm ki, 4lü var. Yəni qiyməti də münasibdir. Elə 4lü almaq daha sərf edir. Ona görə də elə 4lü götürdüm. Yəni razıyam, yaxşı da yəni tökülməyib, sınmayıb, yaxşı da gəlmişdi. Bu isə PUBG barmaqlığıdır, uşaqlar vurmuşdu. Bir də telefonun arxasına ventilyator deyirlər, nə bilim, yəni iqra oynayanda telefon qızır, onun üçün ventilyator tipli bir yəni alətdir. Belə, yəni bilmirəm, uşaqlar istəyiblər, uşaqlar vurdurublar. Ona görə də yəni mənim anlayışım
yoxdur. Bir lasinə vurmuşam qızlar. Görünüşü çox balaca görsəm də əlimə alanda dedim ki, yəqin ki olmaz, çox balacadır. Baxırsan ki, elə bil ki bir uşaq lasinasıdır. Amma geyindim, çox xoşuma gəldi, keyfiyyətlidir qızlar, razı qaldım. Bunun kariçev rəngi də var. Bir dəfə də vuranda kariçev rəngini vuracam. Yəni istəsəniz siz də vura bilərsiniz. Yaxşıdır, keyfiyyətlidir. Bu isə burlukdur. Bu da yaxşı idi, keyfiyyəti pis deyildi, yaxşı idi. Yəni qiyməti də münasib idi. Yəni dəyərdi. Bunu isə balaca oğlum üçün almışdım. Qara rəngini istəmişdi. Elə qara rəngində vurdurmuşduq. Zibil qabı da belə gördüyünüz kimi qızlar belə idi. İndi isə az da olsa istəyirəm ki, əlimdəki dekorlarla evimizi bəzəyim. Uşaqlar çox istəyirdilər ki, evimizi bəzəyək. Bəzədim. Düzdür, mənim əlimdə o qədər belə deyim, iqruşkalarım yox idi. Yolkamız elə böyük deyil. Fikrim var, yeni də Allah qoysa sağlıq olsun, bir il keçdi. Yeni də yolkamızı böyüdərik. Onda da yaxşı dekorlarımızı alaram. Daha da evi daha da gözəl bəzəyərəm. Sadə bəzəmək istədim. Bir qonaq zalını bəzədim. Yəni mətbəxi bəzəməyəcəm qızlar. Çünki nə əlimdə elə yəni iqruşkalarım, elə dekorlarım yoxdur. Amma bəlkə nəsə bir yüngülvari, nəsə bir mətbəxə nəsə edərəm. Amma hələ ki fikrimdə elə bir yəni mətbəxi bəzəmək fikrində deyiləm. Sadəcə pərdə işıqlarını taxdım. Buranı da deyim ki, elə bir abartılı bir bəzəmişəm yox. Sadəcə uşaqlara yolkanı qurmuşam. Bir də yəni süfrəni elə bir yəni yenə dediyim kimi əlimdə heç bir dekorum fərqli dekorlarım yoxdur. Sadə bir dekorlarla, evdə olan dekorlarla bəzədim. Uşaqlar sevinsin. Əsas odur ki, uşaqlar sevinsin, qızlar. Belə yorğunluq bir çay içdim, yoruldum. Çünki bilirsiniz ki, yolkanı quranda istər-istəməz adam yorulur. Ona görə də dedim bir stakan bir çay içim, dincəlim. Qapı dekorumuz da belədir qızlar. Yəni özüm düzəltmişdim. Sağ olun qızlar. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Hər birinizin dəstəyinə ehtiyacım var. Qarşıdan gələn yeni ilinizi də təbrik edirəm. Xoş günləriniz olsun. Xeyirli, uğurlu gəlsin yeni iliniz inşallah. Hər birimizə düşərli, uğurlu olsun. Əsas odur ki, can sağlığı olsun. Can sağlığı əsas birinci növbədə bizə can sağlığıdır qızlar. Can sağlığımız yerində olsa hər şey gözəl olacaq, hər şey də yaxşı olacaq. İnşallah hər birinizə xoş günlər arzulayıram. Uğurlu illərdən olsun, düşərli illərdən olsun. Sevinç, ruzi, bərəkət gətirsin inşallah.